Tamam hocam. Siz mənə deyin, neyron haqqında hansı neyronlarımız var idi funksiyalarına görə? Hissi hərəki ara neyronlar. Tamam. Hissi neyronun cismi harada yerləşəcək? Hissi neyronun cismi mərkəz sinir sistemindən kənarda. Aha. Bəs ara neyron? Ara neyron elə cismi də çıxıntıları da mərkəz sinir sistemində. Aha, kənara çıxır. Mənim hərəki neyronların cismi onurğa kanalında yerləşmir bə. Hərəkin Cismi də soruşma. sınırsıdır. Hərəkini soruşmadıq axı. Ara neyronun. Tamam. Hərəki neyronların cisim və dendritləri dedik harada olacaq? Sistemdə aksonları isə mərkəz sinir sistemindən kənarda. Tamam. Siz mənə deyin, dedik funksiyalarına görə neyronlar 3 qrupa bölünür. Hissi hərəki ara neyronlar. Tamam. Bəs bu neyronlarda fərqli quruluşlar var idi. Bipolyar, unipolyar dediyimiz. Bu nə idi? Bipolyarda, yəni mən belə düzü birinci dəfə idi bunlara baxırdım. Bipolyarda elə başa düşdüm ki, neyronun cismindən ayrı-ayrılıqda iki çıxıntı çıxırdı. Bəli, bəli. Unipolyarda bir çıxıntı çıxırdı, iki şaxa verirdi. Multipolyarda amma ən çox rast gəlinən sinir hüceyrəsidir. Bir uzun çıxıntı, akson, bir də qısa çıxıntılar, dendritlər olurdu. Siz mənə deyin nəyi? Neyronun quruluşunu. Neyron cisimdən qısa çıxıntılar, dendritlərdən, bir də uzun çıxıntı aksondan ibarətdir. Cisimdə də neyronun nüvəsi yerləşir. Tamam. Dendron nə deməkdir? Ağac kök belə şaxə deməkdir. Daha ağac kökünə bənzədiyi üçün. Tamam. Dedik ki, sinir toxumasında neyron və peyk hüceyrələrin nisbəti necə olacaq? Bugün ona nisbəti bir neyron, onun peyk hüceyrə, cəmi bir sinir toxuması 11 hüceyrədən ibarət olur. Tamam hocam. Aydındır. Peyk hüceyrələri bölünmə qabiliyyətinə malikdirmi? Peyk hüceyrələri xüsusi hallarda bölünür. Yəni bəzi hallarda bölünür peyk hüceyrələri. Yəni ümumilikdə bölünmə xüsusiyyətinə malik olacaq. Tamam. Funksiyasına görə hansı funksiyaları bilirik peyk hüceyrələrinin? Hayat, müdafiə, bir də qidalanma funksiyasını yerinə yetirir. Düzü mənim atdığınız PDF-də material çox idi. Yəni onu çox da girişə bilmədim. Dayaq, tropiki, izolyasiya, qoruyucu funksiyaları yerinə yetirə bilir. Tamam. Siz mənə deyin indi nəyi? Siz mənə deyin hissi sinir, qarışıq sinir və hərəkət sinirlərdən hansı, mən sizə deyəcəm daha doğrusu, siz deyəcəksiniz yanlışdır, doğrudur. Aha, buyur. Hissi neyronun dendriti harada yerləşir? Periferik sinir sistemində, mərkəzi sinir sistemində. Periferik sinir sistemində. Hissi neyronun aksonu harada yerləşəcək? Periferik sinir sisteminə, mərkəz sinir sisteminə doğru gedir. Ara neyronun impulslar ötürür. Demək ki, həm periferik sinir sistemində, həm də mərkəzi sinir sistemində. Mərkəz sinir sistemində. Ara neyronun cismi harada yerləşəcək? Mərkəz sinir sistemində. Hərəki neyronun cismi harada yerləşəcək? Mərkəz sinir sistemində. Tamam. Ara neyronun aksonu harada yerləşəcək? Mərkəz sinir sistemində. Tamam, aydındır. Hərəkət sinirlər impulsları haradan haraya ötürəcək? Hərəkət sinirlər impulsları ara neyronlardan alır, iççi orqana ötürür. Tamam. Tamam. Siz mənə deyin nəyi? Refleks haqqında. Refleks. Refleks nəyə deyilir? Cığa qarşı verdiyi cavab reaksiyasıdır. Refleks. 17-ci əsrdə Dekart tərəfindən elmə gətirilmişdir termin. Refleks sözü 5 hissədən ibarətdir.
İçi reseptor sahə, hissi sinir yolu, mərkəz, hərəki sinir yolu, bir də içi orqan. Sadə diz refleksi, bir də var ümumi mürəkkəb refleks. Bəli. Siz mənə deyin nəyi? Mürəkkəb refleks qövsü neçə neyrondan ibarət olacaq? 3 neyrondan. Neçə hissədən ibarət olacaq? Bəli. Bu hissələr hansılar olacaq? Reseptor sahə, hissi sinir yolu, mərkəz, hərəki sinir, bir də içi orqan. Sadə diz refleksində hansı neyron olmayacaq? Ara neyron. Tamam hocam. Aydındır. Siz mənə deyin nəyi? Ağciyərlərin işini sürətləndirən, yəni simpatik sinirləri haradan çıxır? Ağciyərlərin işini simpatik sinirlər döş nahiyəsindən. Aha. Bəs ürək? Ürək də döş nahiyəsindən. Bəs mədə? Həzdə parasimpatik sinirlərdir. Həm B-oma nahiyəsindən, həm də Mən sizə nə sual verirəm? Deyirəm ki, mədəni sinirləndirən simpatik sinirlər haradan çıxır? döş nahiyəsindən. Vəssalam da. Hı -hı. Niyə söhbəti başqa yerə fırlayırsınız ki? Böyrəklərin simpatik sinirləri haradan gəlir? Böyrəklərin simpatik sinirləri. Bel nahiyəsi. O da döş nahiyəsindən. Döş nahiyəsindən, bel nahiyəsində yox. Bəs sidik hissəsinin simpatik sinirləri haradan gələcək? Böyle. Onda bel nahiyəsindən. Bəli, sidik hissəsinin simpatik sinirləri bel nahiyəsindən gələcək. Bel nahiyəsi. Bəs sidik hissəsinin parasimpatik sinirləri haradan gələcək? Oma nahiyəsindən. Tamam hocam. Aydındır. Baş beyin neçə şöbədən ibarətdir? 5. Hansılardır? Ön, uzunsol beyin, orta beyin, ara beyin, beyincik, böyük beyin yarımkürələr qabıb. Səmti müəyyən edən hansı şöbə idi? Orta beyin. Tamam. Beyincik nəyə yarayır? İradi hərəkətləri tənzimləyir. Tamam. Tamam hocam. Alın payı nəyi idarə edirdi? İradi hərəkətlər nahiyəsidir. İradi hərəkətlər nizamlayır. Aha, ənsə payı, Görmənim, gicgah, eşitmənim. təpə. Dəri əzələdir, bir də dad nahiyəsidir. Tamam hocam. Menenget hansı mikroorqanizmlərin xəstəliyidir? Beynin iltihabıdır. Məndə də var. Hansı mikroorqanizmlər törədir bunu? Bakteriyalar, Həm bakteriya, həm də viruslar. bəli. Bəs poliomiyelit? Poliomiyelit virusdur. Onurğa beynin hərəkət yollarını zədələyir. Bəli. Yəni uşaqlarda baş verən xəstəlik. Aha, Uşaq. bəli. Ön kökləri zədələnmiş olur. Tamam hocam. Keçək endokrin sistemə. Siz mənə deyin, epifizi, epifiz haqqında nə deyə bilərik? Epifiz bəzi baş, belə deyək də, kəllə qutusunda ara beynin üst artımında. Hazırladığı hormonlar hansılardır? Mən sual verim sizə cavab. Melatonin, serotonin. Tamam. Melatonin hormonu nə işə yarayır? Elə bir gecə gündüzü bioloji saat rolunu oynayır ən çox. Əsas funksiya olaraq nədir bu melatonin? Melatonin cinsiyyət bəzlərinin vaxtından əvvəl yetişməsinin qarşısını alır. Ay, sağ olun. Deməli, həm bunu təyin edir, həm də nə dedik? Gecə gündüz, yəni bioloji saat rolunu oynamış olacaqdır. Tamam. Hipofiz bəs hansı hormondur? Hipofiz bəzi də kəllə qutusunda yerləşir. Parat hormonu, somatotrop hormonu hazırlayır. Tamam. Məsəl üçün yetkinlik halında olan bir insan daha çox bu hormon ifraz olunarsa somatotropinik.
Yetkinlik yaşında. Deyirəm, yetkinlik yaşında. Meqaliya xəstəliyi, ya yetkinlik yaşında dodaqlarda, burunda, qulaqda iri şişkinlik əmələ gəlir. Aha, sağ olun. Uşaqlarda desəydik, Kretinizm, terliklik. Cırtdan boylu. Cırtdan, bəs nəhəng olmasına səbəb nədir? çox ifraz olunması da hipofiz vəzini. Bəli, az ifraz olunanda giqantlıq yaranır, nəhəng boyluluq yaranır. Tamam. Qalxanabənzər vəz. Hiperfunksiyası. Vahiyəsində yerləşir. Hiperfunksiyası nədir? Zed. Zedov xəstəliyi. Tamam. Bəs hipofunksiyası uşaqlarda hansı xəstəlik yaradır? Kretinizm Bu xəstəliyi. Bazedov uşaqlarda əmələ gəlir, yoxsa yaşlılarda? Yaşlılarda. Həm uşaqlarda, həm yaşlılarda. Tamam. Bəs orta yaşlılarda hipofunksiyası, bəli, başqa adı selektiv şiş. Tamam. Tamam hocam. Mədaltı vəzin hormonu hansıdır? Mədaltı vəzi insulin hormonudur, bir də glikogen. Glukagon. Glikogon. Tamam. Siz mənə deyin nəyi? Qanda şəkərin qatılığı nə zaman hiperqlikemiya adlanacaq? Nə zaman hipoqlikemiya adlanacaq? Yəni hansı miqdarda olanda hiperqlikemiya olmuş olacaq? Hansı miqdarda olanda hipoqlikemiya adlanacaq? Onun düzü normalda 120 idi, 70 olanda aşağı idi. 9,44 olanda artıq Yəni 6 tam %66 mol bölünsün litrdə. Çox. ki onu elə əzbərləməmişəm də, yəni elə yadımda qalmadı. Tamam. Çox olanda hiperqlikemiya, az olanda isə yəni 3,59 mol milimol bölünsün litr. Bundan az olanda isə olur hipoqlikemiya. Tamam hocam. Siz mənə deyin, hansı vəzdir ki, xarici sekresiya vəzi hüceyrədir? Yumurta hüceyrə. Yumurta hüceyrə vəzdir. Hansı vəzidir ki, xarici sekresiya vəzi hüceyrədir? Yumurtalığın özü olar da hocam. Yumurta hüceyrə olmaz ki. Vəzidir. Bəli. Tamam hocam. Həmçinin toxumluğu da deyə bilərsiniz. Toxumluğun Soy özü hüceyrədir da ifraz. bəli, toxumluğun daxili sekresiya vəzisi olaraq ifraz etdiyi hormonlar hansıları idi? Androgen, testosteron. Tamam, aydındır hocam. Keçək cinsiyyət sisteminə. Sizlə bu qədər hocam. Növbəti kimlə davam edək? Kimdən davam edək növbəti olaraq? Kamilə müəllimə. Bəli, buyurun. Səsi bağlayıb oturmusunuz kənarda. Heç elə bir sizə aidiyyəti yoxdur da burada olan şeylərin. Yo, niyə ki? Siz adınızı çəkin bir deyirsən. Allah bilir. Tamam. Bu arada yeni qoşulan müəllimlər, siz bu mövzuları hazırlamısınız yoxsa? Müəllim, siz atmısınız generativ orqanlar, vegetativ orqanlar. Bəs müəllimə, Mahirə müəllimə, sizi bəs digər qrupa əlavə edib təzədən materialları sizə də atmadımı mən bu materialları? Müəllim, hansı qrupdur? Yox, xəbərim yoxdur ondan. Hocam, Bugün evdə olmamışam çox. Asan xidmətdə getmişdim. Yəni, ola bilər ki, telefonla çox əlaqədə olmamış. bizim sertifikasiya qrupumuz var idi, 3
Sertifikasiya qrupu 3. Sertifikasiya qrupu 3. Aha. Aydın. Mən ora atmışam mənim materialları. Hətta 2 müəlliməmiz götürüb yazıb çox sağ olun filan. Sistemimiz var. Amma mən tutaq ki, siz o sual eləyəndə düşündüm ki, oxumadan köhnə biliklərim nəsə var. Lap gözəl. Tək elə olsun. Günlar müəllimə, siz nə düşündünüz? Bugüne hazır değildim. Elə bildim 3-cü günlərim soruşasınız ona görə. Hə, tamam. Tamam, problem deyil. Zaten sizdə üçüncü günlər bu hocaların dərsi ilə bir yerdə də, yəni bunlarla bir yerdə qoşulan zaman, artıq PDF-i atan zaman siz qrupa diqqət edin, baxın görək hansı mövzudayıq, hansı dərsləri öyrənmək lazımdır. O mövzuları oxuyub bu qrupla qoşulan zaman sizlə də sorğu-sualını edək. Boş keçirməsin deyə. Yaxşı. Tamam. Kamil Hoca, başlayaq. Dedi ki, sümük boşluqlarımız nə qədərdir? 8 dənə. Tamam. Orqanlar sistemimiz nə qədərdir? 10 dənə. Ümumi neçə boşluğumuz var? 11. Tamam. Dik yeriməklə əlaqədar mənfi dəyişikliklər hansılardır? Varikoz genişlənmə, doğuşun çətinləşməsi, bir də nə idi? Hərəkətin məhdudlaşması. Surətinin məhdudlaşması. Hə, sürətli məhdud. Tamam. İnsan formalaşmasına hansı proqramlar təsir edirdi? Bioloji və sosial proqramlar. Bu bioloji proqramı kim öyrənibdi? Paris'dən. Bəs hansı alim idi deyirdi ki, insana bənzər əcdadlardan başlanğıc götürüb? Bunu deyib, İngilisdən sonra kim idi bu deyib? Seçenov. Yox, Ay, o Seçenov nə ağıllıymış. yox, o deyil. Bənim başlayayım. Lamar, Hə. instinkt nədir hoca? İnstinkt, nə idi instinkt? Oradan gəlmə. Bəli, Mən refleksiz. mürəkkəb Yox. refleks arzuculuğu. Düşüncəli fəaliyyətin ali forması nədir? Mücərrəd təfəkkür. Tamam. Siz mənə deyin nəyi? Morfologiya nəyi öyrənir? Morfologiyada Bəli, Morfo, orqanizmin xaricimə daxili quruluşunu. orqanlar. bəli. Həm daxili, həm də xarici quruluşunu öyrənmiş olacaq. Tamam. Siz mənə deyin nəyi? Zondlama üsulu ilə, endoskopiya üsulu ilə, bunlarla nə öyrənilir? Nə? Həzm prosesini. Yox, Həzm sistemini ümumilikdə. Bu həzm prosesində, həzm mədənin orqanlarında, qida borusunu, mədəni, Hocam, biri var həzm sisteminin özündəki bir xəstəliyi, bir problemi öyrənə. Bir də var həzm sistemini öyrənə. Orada həzm necə gedir filan, bunu öyrənə. Onun nəyinə lazımdır gedə onu öyrənə. öyrənir həzm prosesini, gedişini, biokimya üsulunu, biokimya üsulu. Müəyyən qədər bir qolu ola bilsin ki, gəlib çata bilər. Amma endoskopiya zotlama bu mədəni öyrənmək üçün. Bəli, Mədə həzm sistemini öyrənmək üçündür, bəli. həzm sistemi demişdim. Tamam, ilk dəfə sinir hüceyrəsi kimdə yarandı? İndi biz protein erasında Nə olmaz. Proterozoy. proterozoy erasında, hə. Kimlərdə? Hidr. Bəli, Hidrada. bəli, bağırsaq boşluqlarda. Ay müəllimə, nə oldu sizə? Göz dəydi sizə? Qoy.
Müşfiqə müəlliməni bir dəfə təriflədim, getdi 10 gün xəstələndi, gəlmədi. İndi də siz. İndən belə heç kimi tərifləməyəcəm. Tərifləmir. Düyünlü sinir sistemi ilk dəfə kimdə idi? Dedi. Düyünlü sinir sistemi ilk dəfə kimdə yaranmışdır? Qəbi qurtlarda. Borulu sinir sistemi kimdə idi? Borlu sinir sistemi yastı qurtlarda. Orqanlarda. Yox. Ha, xordallar. Omurgalılar. Müəllimələr, xahiş edirəm, kim öyrənibsə, mən zaten ondan sual cavab edəcəyəm. Kimin növbəsidirsə, çalışaq o cavab versin. Sistem. Başınız var olsun. Tamam hocam. Siz mənə deyin, sinir toxumasında neyron və peyk hüceyrələrinin nisbəti. Birin ona. Birin ona. Tamam. Baş beynindən neçə cüt sinir çıxacaq? 12 cüt. Onurğa beynindən 31 cüt. ümumi nə qədər oldu? 3 cüt. Sinir sistemin nə qədər? 12, 31, 43. 43. Ha, elə bildim 33 dediniz ona görə. Tamam. Sinir sistemi neçə yerə bölünürdü? Yerə. Hansılar idi? Mərkəzi sinir sistemi, periferik sinir sistemi. Mərkəzi sinir sisteminə nə aiddir? Baş beyin və onurğa beyin. Və periferikə? Onurğa beyindən çıxan sinirlər, mərkəzi sinir sistemindən çıxan və bədəni idarə edən sinirlər. Hansı ki bu 43 cüt sinir deyirsiniz. Həmin bax o sinirlər olacaq periferik sinir sistemi. Bəli. Tamam. Neyron. Regenerasiya qabiliyyəti varmı? Xeyr. Neyron Mitoz, regenerasiya qabiliyyəti. mitoz bölünmə keçirirmi? Xeyr. Sentrosomu var, yoxsa? Bəli var. Yoxdur, yoxdur. Yoxdur, bəli, yoxdur. Yoxdur, bölünmürdən yoxdur. Xromosom sayı nə qədər olacaq bu hüceyrədə? Xromosom. Tamam. DNT reduplikasiyası, ikiləşməsi baş verirmi? Xeyr. Tamam. Aydındır. Funksiyalarına görə neyronlar hansılar idi? Neyronlar 3 dənə. Ara neyron, hərəkə neyron, hissi neyron. Tamam. Hissi neyronun cismi harada olacaq? Hissi neyron mərkəzi sinir sistemindən kənarda. Bəli. Ara neyron cisim və çıxıntıları harada olacaq? Mərkəzi hissədə, kənara çıxmır. Bəli. Bu ağ maddənin əmələ gəlməsinə iştirak edəcək, yoxsa boz maddənin? Boz maddənin əmələ gəlməsini iştirak edir. Bəli, boz maddənin. Əsasını təşkil edir hətta. Tamam. Bəs hərəki neyronun hansı hissələri idi ki, boz maddənin əmələ gəlməsinə iştirak edirdi? Cismi və dendritləri. Cisim və dendritləri. Tamam. Baş beynin boz maddəsini yaradırdı, yoxsa onurğa beynin? Onurğa beyni. Hər ikisinin, həm baş beynin, həm də onurğa beynin boz maddəsinin əmələ gəlməsinə iştirak edir hər iki neyronlar. Tamam hocam. Tamam. Neyronun quruluşuna baxsaq, hansı hissələrdən ibarətdir? Cisim, çıxıntı, Vəssalam. Çıxıntılar neçə cür olur? 2 cür. Hansıdır? Dendron və dendritlər. Dendron nə deməkdir? Dendron ağac köküdür. Aha. Pek hüceyrələrin hansı funksiyaları var? Qorucu, dayaq, müdafiə. Qoruyucu, dayaq, müdafiə, izolyasiya, trofiki funksiya, yəni qidalandırıcı funksiyası da vardır. Tamam. Pek hüceyrələri bölünmə qabiliyyətinə malikdirmi? Bəli. Bəli. Tamam hocam. Siz mənə deyin nəyi? Ara neyron cismi harada yerləşəcək? Ara neyron cismi mərkəzi sinir sistemdə. Kənara çıxmır. Bəli, mərkəzi sinir sistemində. Hər iki neyronun dendriti Hər iki neyron dendriti mərkəzi sinir sistemindən kənara çıxmır. tamam. Hissi neyronun aksonu mərkəzi sinir sistemində yerləşər, yoxsa periferik sinir sistemində? Periferik sinir sistemində. Həm mərkəzi, həm də periferik sinir sistemində. Aksonundan söhbət gedir. Hə.
Tamam hocam. Mürəkkəb refleks qövsü neçə neyrondan ibarətdir? Neyrondan. Bəs neçə hissədən? 5 hissədən. Tamam. Bəs sadə düz refleksi? 2 neyrondan 5 hissədən. Lap yaxşı. Hansı neyron yoxdur? Ara neyron yoxdur. Tamam. Tamam hocam. Siz mənə deyin nəyi? Boyun şöbəsindən neçə cüt sinir çıxacaq? Bunun üstündən 8 cüt sinir çıxır. Bəs olmadan Olmadan 6 cüt. ümumi neçə kök olmuş olacaq burada? 124 kök. Bəli. Tamam. Simpatik sinirlər onurğanın hansı şöbələrindən keçər, çıxar? Sempatik sinirlər onurğanın döş və bel şöbəsində. Bəli. Bəs parasimpatiklər? Beyin kötü, onurğa beyin kötüydü, mən bilən baş beynin, bir də omadan. Bəli. Beyin kötüyündən və onurğa beynin oma şöbəsindən. Baş şöbəsində. Tamam. Siz mənə deyin görüm qaraciyərin parasimpatik sinirləri haradan başlanğıc götürəcək? Qaraciyərin parasimpatik sinirləri döşdən. Oy, nə yaxşı. Parasimpatik. Parasimpatik. Omadan götürdü yəni. Beyin kötüyündən. Onu bilmirəm dəqiq hardan götürsə. O hissəni tamamilə aydın oldu mənim üçün. Şəkil üzərindən vermişəm hocam sizə. Ola bilər. O şəklə həqiqətən baxmamış. Bəli, hansına gələn sinir haradan çıxacaq? Ağciyərlərin parasimpatik sinirləri haradan çıxacaq? Parasimpatikləri yəqin ki beyin kötüyündən. Bəli, parasimpatik beyin kötüyündən. Mədənin parasimpatiki haradan çıxacaq? O da beyin kötüyündən. Bəli. Baxın, ağciyər olsun. Üzün əzələlərinin belə deyək, parasimpatik olsun. Ürəyin parasimpatik olsun. Ödün parasimpatik olsun. Mədaltı vəzin bağırsaqların parasimpatik olsun. Yəni bütün bunların hamısı nədir? Beyin kötüyündən başlanğıc götürmüş olacaq. Bəs sidik hissəsinin parasimpatiki haradan başlanğıc götürəcək? Yəqin ki bu aşağıdan yəqin ki olmadan götürürlər. Bəli, bəli. Həmçinin cinsiyyət sistemi də eyni şəkildə olmadan götürmüş olacaq. Tamam hocam. Tamam. Siz mənə deyin nəyi? Simpatik və parasimpatik sinirlərin təsirini. Hansı zəiflədir, hansı gücləndirir? Məsələn, simpatik ürəyin işini gücləndirir, siklin sayını azaldır, siklin davam etmə sürətini Sayını azaldar, siklərin sayını. davam etmə sürətini azaldır, Davam etmə müddətini azaldır. davam etmə müddətini. Sonra mədənin işini zəiflədir, gözü bərəldir. Bu Tamam. simpatik. Bəli. Bəs Parasimpatik. Bunun əksini. Bəli. Tamam. Siz mənə deyin nəyi? Beyin, baş beyin. Harada yerləşir? Baş beyin kəllə qutusunda. Səthinin görünən sahəsi nə qədər idi? Səthinin görünən hissəsi 1250 Kvadrat santimetr. kvadrat santimetr. Tamam. Bu ümumi hissənin hansı hissəsini təşkil edirdi? 3-dən birini. Tamam. Bəs qırışlarda gizlənən o 3-dən 2 hissə nə qədər idi? 2000-2500. Tamam. Demək ki, ümumi sahə oldu 3250, 3750. Üzəri hansı maddə ilə qaplıdır? Boz maddə ilə. Bəli. Daxilində nə olacaq? Ağ maddə. Bunun səbəbi nədir? Boz maddə aşağıdakılar aksiyonlardır, üstdəkilər isə dendritlər və cisimlər. Bəli. Ona görə ki, neyronların cisimləri üst tərəfdə, aksonları isə daxilə doğru yönəlmiş olur.
Tamam hocam. 12 cüt sinirdən neçəsi azan sinir olacaq? Azan sinir bir cütü. Bəli. Baxın, normalda biz kitabda deyirik ki, baş beyindən 12 cüt sinir çıxır. Hə, Onurğa beyindən 31 cüt sinir çıxır. Amma əslində lap dərinə getsək, bu 12 cütün bir dənəsi həmin bu azan sinir ki deyirik. Bu normalda heç baş beynin payına düşmür. Niyə? Çünki bu sinir öz başlanğıcını onurğa beyindən götürür. Sadəcə onurğa beyindən başlanğıc götürüb gəlib daxil olur baş beyinə. Daxil olub təzədəndən baş beyindən çıxış edir deyə. Sanki elə bir təsəvvür yaradır ki, güya ki bu baş beyindən çıxan bir sinirdir. Ona görə zaten buna azan sinir deyirlər. hə, Tam bəlli deyil bunun orası burası yəni. Yolnazım. Bəli. Tamam hocam. Siz mənə deyin nəyi? Baş beyin neçə şöbədən ibarət olacaq? 5 şöbədir. Alın payı nəyi idarə edəcək? Alın payı əzələ, hərəkəti, İradə hərəki nahiyə olacaq. Tamam. Gicgah payı. icra, eşitmə. Tamam hocam. Aydındır. Meningit hansı mikroorqanizmlər törədir? Bakteriyalar söylədir. Viruslar, bakteriyalar. Bəli, həm virus, həm də bakteriyalar. Qripi bəs Grippi, neyron, hər iki sinirlərin sinir sistemində nəql edici yolları zədələyir. Bildim. Bunu kim törədir deyirəm? Bakteriya yoxsa virus? o virus. Bəli. Virus törətmiş olacaqdır. Tamam hocam. Keçək cinsiyyət sisteminə. İlk dəfə cinsiyyət sistemi kimdə yarandı? İlk dəfə yaranıb yastı qurtlarda. Ha, tamam. İlk dəfə ayrı cinsiyyətlilik kimdə idi? Ayrı cinsiyyətli saf qurtlarda. Bağırsaq boşluqlar tipi olmasın? Hə, baxsaq qurtlar. Tamam. İlk dəfə tam ayrı cinslilik kimdə oldu? Saf qurtlar. Bəli. Saf qurtlarda olacaq. Tamam hocam. Siz mənə əsas burada mənə maraqlı olan nədir? Siz mənə deyin, ektoderma qatından nələr yaranacaq? Ha, ektoderma qatından yaranır. Nə yaranırdı? Yadıma salın bir dənə. Nə idi? Epidermislər yaranır. Tamam. Başqa? Epidermis, dəridə olan epidermislər törəmələri, Aha. dişli iynə qatı, Tamam. sonra var idi burada sümüklər, yox sümük şeydədir, mezodermada. Sonra unuttum. Sinir sistemi. Burunun, ağzın, selikli, burunun, anusun selikli qişası, epiteli, içəri selikli epiteli. Sonra unuttum. Tamam hocam. Gözün torlu qışası, sinir sistemi və s. Mezodermada Sümük, əzələ, cinsiyyət, derma, dermanın piqatı, sonra endodermada endodermada nəfəs borusu, bronxların, ağciyərin qatları, epitelisi, sonra xorda, sonra yenə epitelisi siz var mənə orada. deyin nəyi? Qaraciyər, Hə, mədat tamam. Tamam, elə onu başqa cürə soruşacaqdım. Deyəcəkdim hansı şeylər idi ki, hansı ki 12 barmaq bağırsağı axacağı açılan vəzlərin hansı qatdan formalaşacaq?
Ha, biraz qarışdıracaqdım sizi, heç nə. Tamam. Erkək cinsiyyət hüceyrələri nə adlanır? Toxumlu, yumurtalı, spermatozoid. Spermatozoid. Siz mənə deyin nəyi? Spermatozoidlər harada toplanır? Toxumluqda. Tamam. Bu nə zaman sperma adlanır? Prostat vəzinə çatandan sonra ayrılır. Nə Prostat qədər. vəzinə prostat vəzini ifraz etdiyi qidalı maye ilə qarışır və sperma alınır. 1 kub santimetr sperma 1 kub santimetr spermada nə qədər spermatozoid olacaq? 20-60 milyondur mən bilən. Bəli. Tamam. E, tamam. Siz mənə deyin nəyi? Ümumi ovulyasiya sayı nə qədər olacaq? 350-500. İl ərzində nə qədər ovulyasiya prosesi baş verəcək? 13. Tamam. Siz mənə deyin, 70 folikulun yerində nə əmələ gələcək? Yetişmiş folikulun yerində yumurta hüceyrə. 70 folikulun yerində yumurta hüceyrə əmələ gələcək. 70 folikulun yerində. Bəli, bir folikul yetişdi, Aha. içindən yumurta hüceyrə yetişdi, çıxdı. Onun yerində deyirəm, nə əmələ gələcək? Tarixsin mi? Bəli, radisim əmələ gələcək. Siz mənə deyin, aybaşı fazlası neçə gün çəkir? 4-5 gün. Aybaşdan sonra 14 gün. 28 günün 5'ini çıxırıb 23 gün. aybaşıdan Ovulyasiyaya qədər 14 gün. hocam, Belə olur. aybaşı fazlası 4-5 gün çəkdimi? Bəli. Ay sağ ol. Sonra aybaşıdan sonraki faza həmin bu 9 gündür. Hə. bəli, minimum və maksimum desə əgər 14-dən 5-ini çıxıb deyəcəksiniz 9, maksimum desə 14-dən 4-ünü çıxıb deyəcəksiniz 10 gün. Bəs sarı cisim fazası? 14 gün. Tamam, bəli. Hansı fazada uşaqlıq divarı maksimum qalınlıqda olar? Maksimum bağlılıqda. Bilmirəm orasını bax, onu bilmirəm. Sarı cisim fazasında uşaqlığın divarı maksimum qalınlıqda olacaq hocam. Şəkil olaraq vermişəm. Tamam. Tamam. Belə. Kişilərdə cinsi yetişkənlik yaşı neçədir? 14, 13-14 yaş. Bəs qadınlarda 10-12 yaş. 10-12 yaş. Tamam hocam. Keçək endokrin sistemə. Siz mənə deyin, toxumluğun ifraz etdiyi hormonlar daxili sekresiya vəsiqəsi olaraq. Androgen, testosteron. Aha, bəs yumurtalığın? Estrogen, progesteron. Bu nə işə yarayır? Onların ikisi də daxili sekresiya bezlərinin hüceyrələri olduğu üçün biri nə idi? Hazırlayır. Hamiləlik dövründə hazırlayır maddələri. O biri ona bilmirəm dəqiqliyini. Hamiləlik doğuş prosesini tənzimləyir. Səsin ucalığı artıq burada belə deyək, bu şəkildə dəyişmiş olur. Süd vəzləri inkişaf eləyir. Yadmış. Çanaq genəlir, hamiləliyə hazırlaşır. Aybaşı siklinin periodik olaraq baş verməsini təmin edəcək. Və kişilərdən nəyi təmin edəcək? Çanağın daralmasını, kürəyin ənlənməsini, səsin qalınlaşmasını. Bəli. Bəlirli yerlərdə tüklərin əmələ gəlməsi, qasıq, qoltuq və sair nahiyələrdə. Tamam hocam. Siz mənə deyin nəyi? İnsulin hansı orqanlara təsir edər? Əzəliyə və qaraciyərə.
Tamam. Bəs glikoqon hansı orqana təsir edər? Glikoqon yalnız qaraciyərə. Bəli, qaraciyər. Tamam hocam. Qanda qlikozan miqdarını artıran hormonlar hansılardır? Qanda glikozan miqdarını artıran nə idi? Kortizon, Hı. nə idi? Glikoqon, Ha, yox. Aha, bir də var idi. adrenalin. Adrenalin, böyrək üstü vəzn. İkisi də böyrək üstündür, biri Mədə-altı vəz daxili sekresiya vəzdir, yoxsa xarici? qarışıq. Bəli. Böyrək üstü vəz hansı hissələrdən ibarətdir? Qabıq və beyin hissədən. Tamam. Qabıq maddəsi hansı hormonları hazırlayacaq? Kortizon, hidrokortizon. Bir də adenokortikotrop. Ha, o Tamam. çətin. Aha. Beyin maddəsi nə hazırlayacaq? Adrenalin, noradrenalin. Tamam. Timus vəzi harda yerləşəcək? Kök sümüyün arxasında. Hazırladığı hormon hansıdır? Timozin. Tamam. Bu nə işə yarayacaq? Uşaqların cinsi böyümə, cinsiyyət çikənliyi dövrünə qədər inkişafda olur. Sonradan onu dayanır və balacalaşır yaşlandıqca. Yəni nə edir? Burada cinsiyyət vəzlərinin vaxtından əvvəl yetişməsinin qarşısını almış olur. Bəli, sümüklərin böyüməsinə, inkişafına təsir edəcək. Bir də qanda limfosit miqdarını artıraraq infeksiyon xəstəliklərə qarşı qorunmamızı təmin edəcək. Tamam. Dedik ki, uşaq vaxtı böyük olur, yetkin halda isə böyüməsi dayanır və kiçilir. Qalxanbəzər ətraf vəzi nə qədər olacaq bu vəzin sayı? 4 dənədir. Tamam. Siz mənə deyin nəyi? Paratormon nəyə təsir edəcək? Paratormon nə idi? Yadımdan çıxdı. Paratormon. Kalsiumun hardan hara keçməsini təmin edəcək? Yaxşı, belədir. Paratormon bildim. Kalsiumun sümükdən qana keçməsini təmin edir. Aha. Tamam. Hə. Tamam. Həmçinin bağırsaqlardan geriyə sorulmasını təmin edəcək. Siz mənə də... Tamam. Kalsium ekseniydi. Siz mənə deyin nəyi? Kretinizm xəstəliyi hansı səbəbdən yaranır? Qalxanabənzər vəzin orta yaşlarda nə eləməsini. Yox, miksedermadır. Kretinizm uşaqlarda olur. Bazodov xəstəliyinin uşaqlarda olması. Bazodov xəstəliyi həm uşaqda, həm böyükdə olur. Funksiyasıdır. Bəli, Bazodov isə hiperfunksiyası zamanı olur. Tamam. Bəs miksodema hipo yoxsa hiperfunksiyası zamanı meydana çıxır? Bu orta yaşda. Yaşlılarda, orta yaşlılarda, bəli. Yaşlarda, o mənim. Tamam hocam. Belə. Hipofiz epifiz hansı boşluqda yerləşəcək? Hipofiz epifiz ara beyin boşluğunda yerləşir. Tamam. Ara beyində yerləşir. Tüp yəhəri çuxurunda sümüyün. Bir də bunu deyim, erkək orqanizmasında bildiyimiz kimi xəyalıqlar kənarda, bədəndən kənarda yerləşir. Bunun səbəbi var. Bunun səbəbi odur ki, bədən temperaturu ki, deyirik 37 dərəcəyə, 36.6 bu dərəcələrdə olur təxmini. Bu dərəcə spermatozoid üçün, yəni sperma üçün uyğun bir dərəcə deyil. Ona görə də o həmin dərəcədə məhv olmasın deyə bu quruluş mövcud olur və həmin o toxumluqlar nə edir? Bədəndən kənarda, yəni xəyalar bədəndən kənarda yerləşmiş olur. Bu şəkildə artıq sperma özünü qorumuş olur və orada olan temperatur ümumi bədən temperaturundan tamamilə fərqli olur.
Bu da belə. Tamam hocam. Sonra varmı iştirak etmək istəyən? Deyirəm bəlkə ürəkli kimsə çıxdı. Dedi ki, müəllim, mən bu şey daha sorğu-sual eləyə-eləyə öyrəndim. Buyurun. Mahirə müəllimə, başlayaq sizlə. Başlayaq bu axşam yorulub vaxtımızı görək nə edirik. Tamam hocam. Başlayaq. Aybaşı fazlası neçə gün çəkirdi? 4-5 gün, Bəs sarı cisim fazlası? 14 gün. Hansı ki yetişmiş yumurta xaric olduqdan sonra hamiləliyin qarşısını alır da, yumurta yetişmənin qarşısını alır. Bəli. 14 gün. Bəli. Sarı cisim fazlası deyirik. Endometriya qalın olur bu fazada. Bəli, bəli. Sarı cisim harda əmələ gələcək? Yetişmiş partlamış yumurta hüceyrənin yerinə. Ümumi Yumurtalıqda. ömrü boyunca neçə ovulyasiya prosesi baş vermiş olacaq qadında? Cinsiyyət nədir? Cinsiyyət işgənlik menstruasiya kəsənə qədər. O da fərqlidir insanlarda. Sayını, ortalama sayı nə götürülmüşdür? Vallahi onu dəqiq deyəmmərəm. 350-500 ovulyasiya prosesi baş vermiş olacaq. 355 öyle. Tamam. Tamam. Siz mənə deyin nəyi? Spermatozoidin quruluşunu. 3 hissədən ibarətdir. Başçıq, boyuncuq, quyruq. Tamam. Yumurta hüceyrəyə daxil olarkən hansı hissəsini itirəcək spermatozoid? Xarici yumurta hüceyrənin xarici nədir? Qılafını əridir və sitoplazmaya daxil olur, nüvə ilə birləşir. Nəyini itirir bu zaman? Daxil olduqdan sonra quyruğunu itirir. Bəli. Quyruğunu itirmiş olacaqdır. Tamam. Zigot. Zigot mayalanmış yumurta hüceyrədir. Bir hüceyrə deməkdir. Bölünən zaman nə əmələ gətirir? Nələrə başlanır? Zaman bir şey əmələ gətirir. 4-5 gün boruda qalır, uşaqlıq borusunda. Orada bölünərək blastula. Bu mayalanma prosesi harda baş verəcək? Necə? Mayalanma prosesi boruda. Bəli. Yumurtalıq boru. Baxın, zigot bölünəndən sonra ilk öncə 2 blastomer yaratmış olacaq. Sonra bu 2 blastomer 4 blastomer. Uzunluğa 2 bölünmə keçir, sonra enindən növbələşmə Bəli. əmələ gəlir. Bəli. Yəni blastulalar. Bu Formalar bölünərək, blastomerlər bölünərək nəhayət gəlir morula mərhələsinə. Sonra Morula, gastrula, neyrula mərhələsi yaşayır. aha, Sonra daxilə çökür. Daxilə çöktükdə rüşeyimin demək ki, ektoderma xaricdə, daxilə çökən hissəsi endoderma, iki boşluq arasında qalan yer isə mezoderma qatı olur. hansı canlılar idi gastrula mərhələsində inkişafını tamamlayırdı? Bağırsaq boşluqlar, Bəli. süngərlər. Bəli hocam, bəli. İlk dəfə cinsiyyət sistemi kimdə yaranıb? Cinsiyyət sistemi, cinsiyyət hüceyrələri bağırsaq boşluğunda yaranıb. Spermatozoid, yumurta hüceyrə, hidranın əlverişsiz mühitə çoxalması vaxtı. Bu ayrı cinsiyyətlilik kimdə yaranıb, yaxşı belə deyim. İlk dəfə cinsiyyət sistemi soxulcanda hermafroditdir. Həlqəvi qurtlarda. Hocam, yastı qurtlarda ilk dəfə Bəli. Baxın, cinsiyyət sistemi ilk dəfə proterozoy erasında yastı qurtlarda yaranmış olacaq. Desəm ki, ilk dəfə ayrı cinsiyyətlik kimdə yaranıb? Bağırsaq boşluqlarda yaranmış olacaq. Tam ayrı cinslilik kimdə yaranıb desəm, onda olacaq saf qurtlarda. Erkək dişi fərddən ibarətdir. Bəli. Tamam. Sonra başlayaq sizlə sinir sistemini. Poliomiyelit törədicisi kimdir?
Bakteriya və viruslarda poliomiyelit uşaqlarda rast gəlinən onurğa beyin nəql edici yollarını zədələyən bir. Poliomiyelit sadəcə virusların törətdiyi bir xəstəlikdir, uşaqlarda baş verir. Bakteriya yoxdur burada. Aydın, aydın. Hə, qarışdırdım. Bəli, siz meningitlə qarışdırdınız. Bəli, bəli, bəli. Tamam. Ə, siz mənə deyin nəyi? Baş beyin neçə şöbədən ibarətdir? Baş beyin 5 şöbədən ibarətdir. Ön beyin, aralıq beyin, uzunsol beyin, beyincik. Beyincik hansı hissədən gələn informasiyanı qəbul edir? Beyincik hərəki funksiyanı tənzimləyir. Beyincik onurğa beyindən və uzunsol beyindən informasiyanı qəbul edir. Skelet əzələlərinin iradi hərəkətlərini və tarazlığı tənzimləyir. Tamam. Ənsə payı hansı nahiyə olacaq? Ənsə payı arxa hissədə yerləşir. Həzmin, tənəffüsün, sistemlərin mərkəzi saymaq olar. Yox, ümumiyyətlə bizdə dedik, nə nahiyəsi sayılır ənsə payı? Ənsə Bəli. görmə nahiyəsi. Gicgah payı bəs? Gicgah payı, nitqin, Eşitmə. sonra eşitmən mərkəzi. Əslində kar olan bir şey insan yavaş-yavaş danışa da bilmir də. Yox, eşitməyən insan danışa bilmir, müəllim. Hə də. Yəni əvvəlcə danışa bilibsə, deyək ki, bu insan danışıb, sonradan tutaq ki, kar olub, onun yavaş-yavaş artıq danışma qabiliyyəti də itəcək. Bəli, danışmadıkça funksiyalar bəli zəifləyir. İstifadə edilməyən, sinir sistemində istifadə edilməyən sistemlər zəifləyir. Yəni sinir hüceyrələri həmin hissələri innervasiya etmir. Siz mənə deyin nəyi? Parasimpatik sinirlər hansı şöbələrdən çıxacaq? Parasimpatik sinirlər var. Simpatik baş beyin, Beyin kötüyü və düyü onurğa beynin oma şöbəsi. beynin döş və döş şöbəsinə. Yox, dedim, mən artıq açıqladım. Dedim ki, parasimpatik sinirlər beyin kötüyü və onurğa beynin oma şöbəsindən çıxır. Aydın. Tamam. Simpatik, parasimpatik sinirlər ki deyirik bunlar. Oyadır, parasimpatik ləngidir, tormozlar. Bu bütün orqanizmdə belədir, yoxsa istisna var? Yox, mən onu sizdə incəliklə öyrənməmişəm. Həzm sistemi, həzm sisteminə tərsinə təsir edir də. Bizim iradəmizə tabe olmayan sistemlərdə Yox, bir dənə həzm sistemini özümüzdən şey qoşmayaq da. Həzm sistemini neynirdi? İşini simpatiklər zəiflədirdi, parasimpatiklər gücləndirirdi. Tamam hocam. işləyir də. Bəli. Döş şöbəsindən neçə düz sinir çıxacaq? Döş şöbəsindən baxın 1 12 düz sinir çıxmış olur döş şöbəsindən. qabırğaların sayı qədər. Bu hər zaman belə deyil. Məsəl üçün boyun şöbəsindən nə qədər sinir çıxacaq? 8 cüt. 8. Bel şöbəsindən nə qədər çıxacaq? 5 cüt. 4-5 deyil, 5 cüt. 5 cüt. Oma şöbəsindən olacaq 6 cüt. Tamam. Hər çıxan sinir cütlərinin ön kökü bir də arxa kökü olacaq hocam. 8 cüt sinir çıxıbsa 16 dənə arxa kök olacaq. Olacaq. Xeyr, 32 dənə kök olacaq. Sağ hissə, sol hissə, aydınmı? Bəli. Həmçinin ön və arxa. Boyuma şırımdan 2 yarım hissəyə ayrılır. Bəli, ön hissə, arxa Siz hissə. mənə Ön deyin. köklər. Bəli, siz mənə deyin, sadə diz refleksi qövsündə neçə növ neyron iştirak edəcək? Ara neyronundan başqa. 2 dənə neyron deməli iştirak edəcək. 2 növ. Hissi və hərəki neyronlar. Neçə hissədən ibarətdir? 4 hissə deyib deyəsən bayaq. 5 hissə. 5 hissə ümumi deyil. Yəni siz refleksin deyirsiniz müəllim 5 hissə. Bəli, bəli.
Yəni ən sadə refleksdir, dizi refleks. Bəli, reseptor sahə olacaq, hissi yol olacaq, mərkəzi sinir sistemi olacaq, Mərkəz olmaz. hərəki yol olacaq, bir də işçi orqan olacaq. Bir dənə Hərəki iştirak eləməyən olacaq, nə? Ara neyron iştirak eləməyəcək. Tamam. Bəs bu mürəkkəb refleksdə neçə hissədən ibarət olacaq bu? ibarətdir. Reseptor, hissi, mərkəz, hərəki, işçi orqan. Aha. Deməli, burada ara neyronlar da iştirak etmiş olacaq. Mərkəzi sinir sisteminin bir hissəsi ara neyron. Tamam. Siz mənə deyin, hissi neyron cismi harada yerləşəcək? Mərkəz sinir sistemindən kənarda. Aksonu, Necə? aksonu harada yerləşəcək? Hər iki hissədə, xaricdə də daxildə. Bəli. Yəni həm periferik sinir sistemində, həm də mərkəzi sinir sistemində. Sinir sisteminin nəqliyyat yollarına əmələ gətirir. Əvvəllər biz öyrənirdik mərkəzə qaçan, mərkəzdən qaçan sinirlər. Bəli, bəli, yadımdadır onlar mənim. Siz mənə deyin, ara neyronun cismi. Cismi də çıxıntısı da onurğa beyni, mərkəzdə. Cismi də, çıxıntısı da, bəli, hamısı mərkəzi sinir sistemində yerləşir. Hər iki neyronların cisimləri ilə birlikdə kəpənək formalı onurğa beyni. Nə? Onurğa beyninin boz maddəsini. Ara neyronlar. Ara neyronlarla bir də hər iki neyronların çıxıntıları, cismi çıxıntısı. Siz baxın, siz həmin bu neyronları deyərkən, hissi hərəki, bir də ara neyronları deyərkən. Bəli. İndi mən sizə bir-iki sual verəcəm. Siz mənə onları cavablandırın. Vəssalam. Artıq Buyurun. mən biləcəm nə var, nə yox. Ara neyronlar. Dedik ki, cismi və çıxıntıları harada yerləşir dedik. Beyin onurğa beyin. Mərkəzi sinir sistemindən, yəni bəli, kənara çıxmırdı. Siz mənə deyin, bu hansı maddənin əmələ gəlməsində iştirak edir? Gəlməsində. Bəs hərəki neyronlar? Hər iki neyronlar ağ maddənin əmələ gəlməsində nəql edici yollar əmələ gətirir. Hərəki neyronlar hocam. Miyelin qışasından ibarətdir. Miyelin qışası qidalandırıcı və dayaq rol oynayır. Hocam, Əlaqələndirici rol oynayır. hərəki neyronların cisim və dendriti nəyi yaradacaq? Dedik də müəllim, boz maddəni kəpənək şəkilli onurğa beyində də, baş beyində də beyin qabığını. Aha, bəli. Əla. Tamam hocam. Razı qaldınız müəllim. Mən heç bir sizin materiala da baxmamışdım, amma Biraz razı qaldım, tam yox. çox sağ olun. Siz də sağ olun. Mən ümumiyyətlə heç kimdən tam razı qala bilmirəm. Çünki Bəli. sizdən çox mən özüm qorxuram və narahat oluram. Siz mənə deyin, sinir toxuması hansı hüceyrələrdən ibarətdir? Sinir toxuması əvvəllər biz oxuyurduq, nə deyim, deyirdik. Ay, qoy. Cisimdən və çıxıntıdan ibarətdir. Qoy o əvvəlki yadımdan çıxdı. Yox, sinir toxuması neyron və peyk hüceyrələrindən ibarət. Peyk hüceyrələri. Hüceyrələrdən ibarətdir. 10 peyk hüceyrəsinə bir sinir hüceyrəsi düşür. Ümumi qiyməti 11-ə bərabərdir. Peyk hüceyrələri qidalandırma, trofik, müdafiə funksiya yerinə yetirir. Siz mənə deyin nəyi? Borlu sinir sistemi ilk dəfə kimdə yaranıb? Borlu sinir sistemi onurğalı heyvanlarda gərək. Xordallarda. Bəli, çünki onurğa kanalı içərisində yerləşir də borlu sinir sistemi. Tamam, ilk dəfə xordallarda əmələ gəlmişdir. Düyünlü sinir sistemi kimdədir? Həlqəvi qurdlarda. Tamam hocam. Tamam. Siz mənə deyin, sosial proqramı. Sosial proqramı insanın iki proqramı idarə edir. Bioloji və sosial proqram. Bioloji
bütün heyvanlara xas olan əlamətlər, yəni qidalanma, böyümə, inkişaf etmə, çoxalma, bütün funksiyalar. Bunlar bioloji prosesləri tənzimləyən funksiyası. Bioloji Proqramdır, proqrama nələrə aiddir? Necə? Bioloji proqrama nələrə aiddir? Bioloji proqrama qida maddələr mübadiləsini Xeyr, həyata keçirmək. onu demirəm. Ha, Darwinin hansı ki, dedik bunların rolunu Darwin öyrənmişdir bioloji proqram əsasında. Burada bir irsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə və təbii seçmə. mühitə qarşı Təbii seçmə hocam. yaşamımızda mübarizədə təbii seçmə. Bəli. Tamam. Tamam. Çalışın. Mən nə sual verirəmsə ona cavab verin. Çünki başqa bir yönlərə gedirsiniz, yanlışlıq olur. Həm özünüzün beynində elə qalır, həm kənardakıların beynində elə qalır. Və nəhayət, yəni bu yaxşı bir şey deyil. Mən də tələsməmək. Tələsməyin. İlk dəfə kim idi deyirdi? İnsana bənzər əzazlardan başlanğıc götürüb. Linni, Lamarck. Lamarck. Qradasiya. Dik yeriməklə əlaqədar müsbət dəyişikliklər hansılar idi? Dik yeriməklə tağlı ayaq, Aha. yastı döş qəfəsi, sonra yeriməklə əlaqədar. Kəllənin, Esvari əyrilik. bəli. Həm mənfi xüsusiyyətləri də hərəkətin azlığı, doğuşun çətinliyi, varikozun əmələ gəlməsi, Tamam, kifayətdir. doğurqanlığın çətinliyi, Tamam, hamiləlik zaten çətin keçməsi, yəni doğumun çətin keçməsi aydındır. Aydındır. Tamam hocam. Belə kifayətdir. Testlərimiz varmı? yox, hələ testlərə baxmamışıq müəllim. Məndə hansı testlərdir? Deyim onu sizə. Dim almışam, birinci, ikinci hissə. Bəli. Din və güvən üzərindən gedəcəyik hocam. Güvən məndə ikinci, yəni güvən deyəsən birinci hissədir. 1696 test yazılan tapşırıq. Güvən 2024. Tamam hocam, sorun deyil. Siz güvənin ikinci hissəsini də istəsəniz mən ataram PDF şəklində, istəsəniz alarsınız, fərqi yoxdur. Evet. Tapsam alaram onu mən. Tamam. Nə olsa hocam qrupa atıram. Baxın, yenə də deyirəm, qrupu nəzarətdə saxlayın, hər iki qrupu. Bir, həmin sertifikasiya 3 qrupunu, həm də sürət qrupunu. Hər iki qrupu nəzarətdə saxlayın. Tamam mı? Çünki siz orada da varsınız, burada da varsınız. Həmçinin digər müəllimələr, Gülnar müəllimə. Murat müəllim, güvəndə baxaq sinir endokrin sistemə. Bir sualım qalıb orada. Bircə saniyə hocam. Problem deyil, baxacağıq indi. 1 dəqiqə.